Bir həftə sonra Azərbaycan sosial müavinətlər və təqaüdləri artırılacaq. Bunu deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, prezidentin imzaladığı fərmana əsasən iyulun 1-də ölkəmizdə sosial paketin növbəti elementi olaraq müavinət və təqaüdlərdə artımlar reallaşacaq. Sonuncu artımlar 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək və bu Azərbaycanda sosial təminat sisteminin daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən işlərin tərkib hissəsidir. Prezidentin tapşırıqlarına uyğun olaraq bu ilin yanvar ayının 5-ci sosial paket icrasına start verilib. Prezident tərəfindən imzalanan sənədlər ölkəmizdə əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq eləyir. 3 milyon vətəndaşımızı əhatə edən yeni sosial paket 1 milyon 100 min vətəndaşımızın pensiyalarında minimum əmək haqqı məbləğinin yüksəldilməsi nəticəsində 700 mindən çox vətəndaşımızın maaşlarında və eləcə də sosial müavinət və təqaüdlərdə də artımları reallaşıb deyə deputat bildirib.